Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefkahu kavli amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli Müslümanlar, değerli grup iştirakçıları, bəli, qarşıda Qırqaryan təqvimi ilə 8 Mart gəlir və 8 Martda dünya çapında Beynəlxalq Qadınlar Günü kimi qəbul olunmuş bir gündür. Bunu dünya insanları qeyd edir. Bu onların şəxsi işləridir. Değerli Müslümanlar, biz Müslüman olarak Allah'a iman etmiş bir toplum olarak bizim bu işte ne kadar hakkımız var? Bu hakikaten mi bayramdır? Hakikaten mi bir mümine kadın, ismeti, namusu olan bir kadın için bu bayramdır mı? Bakın, buna gelin bir Müslüman aspektiyle bakak. Buna biz Qərbin, Avropanın və yaxud da ki, dəyyus toplumunun baxışlarıyla deyil, bir Müslümanın namuslu, qeyrətli, Allaha iman etmiş, namusunu dini qədər qoruyacaq bir şəxs olaraq nə qədər bunda haqqımız var? İlk öncə Allahın Resulü sallallahu aleyhi və səlləmin İbn Ömər radiyallahu anhumadan rəvayət olunan hədisini diqqətinizə çatdıram. Sonra bu barədə hələ sizin bildiyiniz bəzi sözləri sizə xatırladım. Resulullah sallallahu aleyhi və səlləm buyurmuşdur. Mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Rəvahu Abu Davud. Kim hansı qövmə özünü oxşadarsa, o elə həmən qövmdəndir. Bəli, dəyərli müsəlmanlar. 8 Mart Qadınlar Günü deyildikdə, yəni ilk dəfə 1857-ci ildə 8 Martda Amerika Birləşmiş Ştatlarının New York şəhərində geyim sektorunda çalışan böyük bir kütləli qadın kütləsi, onlar deməli kişilərdən 50-50-yə az maaş alır, iş saatları kişilərdən 3-4 saat çox olurdu və başqa bir neçə məziyyətləri də qadınlara məxsus olan günləri onlara əsla güzəşt olunmazdı. Məsələn, hamilədir, doğum ərəfəsindədir, yəni ona əsla güzəşt olunmazdı. Bir qadın doğumla əlaqədar evində qalırdısa bir neçə gün, sonradan işə götürülməzdi və bu kimi onlara görə qadınların haqqına girilirdi və o qadınlar nəhayət 8 Martda bir araya gələrək inqilab elədilər. Və onların inqilabları bastırıldı və neçə yüz qadını hətta yandırdılar. Birinci hərəkatda. Və ondan sonra bu hərəkat bir neçə il axsıdı və növbəti dəfə, ikinci dəfə daha güclü şəkildə hərəkətə keçdilər. Nəhayət, yəni biz onun təfərrüatı ilə işimiz yoxdur. Yəni ilk dəfə Birləşmiş Amerika Ştatlarında 1857-ci ildə 8 Martda baş vermiş qadınların, yəni işləyən qadınların öz haqlarını əldə etmək üçün apardığı bir yürüş idi və onlar ona bir neçə ildən sonra nail oldular və sonradan 1910-cu ildə, baxın bu hissəsinə biraz diqqət eləyək. 1910-cu ildə Clara Zetkin adlı Alman mənşəlli bir Hollandlı qadın, deməli Hollandiya vətəndaşı olan, Danimarka vətəndaşı olan Alman mənşəlli Clara Zetkin
1910-cu ildə bu hərəkatı gücləndirir, rəsmiləşdirir və dövlət çapında buna nail olur. Yəni bunu qadınlar gözləmədən, bilmədən, təsadüfən bu işi görmüşdülər. Bu Klara Setkin bunu bu formaya gətirir. Bunu bu formaya gətirilməsində səbəbkar olur. İllər sonra tarixçilər araşdırırlar ki, bu Klara Setkin Yahudi mənşəlli imiş. Və bunu əslində bu 8 martda baş vermiş hadisə sonradan çəkilmişdi fevral ayının 26-sına. Fevral ayının bəli 26-sına çəkilmişdi. Bunu yenidən Klara Setkin qaytarır 8 marta. Sən demə tarixçilər araşdırırlar, görürlər ki, bu Klara Setkin Yahudi mənşəlli qadındır. 8 martda Yahudilərin qadın ilahəsinin bayramıdır. Yahudilərdə qadın ilahəsi, daha doğrusu hakim qadın, qadın sözü adlı ilahları var idi ki, o qadınlar gedib o ilahın qabağında nəzir qoyardılar ki, bəs mən ailəmdə söz sahibi olur. Bax, bu cüra baş vermiş bir dini prosesin özünə məxsus gününü sən demə Klara Setkin həmən günə saldırıbmış. Bu iş düzdür, ilk dəfə təsadüfən 8 martda olub və sonra fevral ayına keçmişdi. Və Klara Setkin bunu yenidən 8 marta qaytarır, çünki öz dini bayramları ilə eyni günə saldırır. Deməli, bunun bu tərəfi bizim üçün önəmli deyil. Önəmli olan nədir? Yəni, bu 8 mart 1. Qadınlar üsyan ediblər, inqilab ediblər və hansı qadınlar? Avropalı qadınlar. İşlədiyi yerlərdən normal maaş almaları üçün mübarizə aparıblar. 2. Bu, onların dini inanclarına, Yahudilərin dini inanclarının gününə düşməsi, bu onlara məxsusdur. 3. Onlar dinsiz, imansız insanlardır. Bu, onların özünə məxsus bayramları idi. Nəhayət, bu gün 1917-ci ildə Sovet quruluşundan öncə, Çarın dövründə, Rus Çarının dövründə Rusiyaya bu bayram onların adı ilə gəlir Rusiyaya. Və Rusiyaya gəldikdən sonra təbiidir ki, Azərbaycanın həmən dövrdəki durumu, siyasi durumu, Azərbaycan yenicə İrandan qırılıb, yəni bir küfr ölkəsindən yenicə qırılıb, özünə dost axtarırdı və başqa bir küfrü özünə dost tapmışdı. Yəni Rusiyanı. İstər-istəməz bu Azərbaycana da öz təsirini göstərdi. Azərbaycanda 1920-ci ildə ilk dəfə Komsomol Səriyyə Xəlilova. Baxın, bugün Bakıda Azad Qadın heykəli ki var, Azad Qadın heykəli. O, Səriyyə Xəlilovanın adı ilə qoyulmuşdur. Azərbaycanda qadınlar həmən günü işə görə inqilab eləmədilər. İşləmək üçün inqilab eləmədilər. Avropada işdən, Amerikada işdən normal maaş alsınlar deyə, kişilərlə bərabər maaş alsınlar deyə inqilab eləmişdilər. Azərbaycanda həmən gün qadınlar belə də toplu şəkildə iş yerləri yox idi. Həmən gün Azərbaycan qadınları ondan istifadə edib nə etdilər? Onlar çadıralarını başlarından açıb və həmən mitingdə iştirak edən komsomol kişilərin ayaqlarının altına atdılar. Və bir neçə qadın çadırasını yandırdı. Qadın azadlığı deyiləcək o heykəl ki var, Səriyyə Xəlilovanın heykəli qoyulub ora, o Səriyyə Xəlilova öz başındakı çadırasını açdığına görə atası tərəfindən öldürülmüşdür. Atası tərəfindən öldürülmüşdür 1920-ci ildə və ilk komsomol qadınlardandır. Yəni ilk kafirə qadınlardandır respublikamızın. Yəni o qadının adına azadlıq heykəli qoyuldu. Yəni qadınlar azad oldular. Və Cəlil Məmmədquluzadə öz şeirlərinin birində də deyir ki, həmən gün mən o qədər sevindim ki, qadınlarımız azad oldu deyə. Mən o qədər sevindim ki, sevindimdən papağımı göylərə atdım. Hələ də papağımı tapa bilmirəm. Bax, bunu Cəlil Məmmədquluzadə
həmən günü baş vermiş o səhnənin adı ilə qeyd etmişdir. Dəyərli müsəlmanlar, 8 Mart dünya qadınları üçün nədirsə, o öz yerindədir. 8 Mart Azərbaycanda çadıradan çıxan qadınların, çadıranı yandıran qadınların bayramıdır. Elə isə mən müsliməyəm deyən qadına deyilir: ey Allahın qulu qadın, ey Allahın dəyər verdiyi məxluq, ey Allahın gizlətdiyi məxluq, səni inci kimi gizlədib Rabbimiz, səni açıb çöllərə, onun bunun önünə atmayıb, o açılmış, saçılmışlar kimi, Avropalılar kimi, səni Allah Subhanahu taala evinin içində qoruyub, sənə cənnət vəd edib, əgər səbr edərsənsə, yox, sən özünü azad görmək istəyirsənsə, onda o zaman dinini seç. Kim hansı qövmə özünü oxşadarsa, elə o onlardandır. Əgər sən çadıranı açmağı azadlıq bilirsənsə, bilginən ki, sən cəhənnəmi seçdin. Və sən 8 Martı bayram bilirsənsə, bilginən ki, sən küfrün bayramını bayram olaraq seçdin. Və təəssüflər olsun ki, o kişiyə ki, o öz qadınını açıldığına görə, hicabını çıxartdığına, saçını və bədənini və öz gözəlliyini ondan başqalarına da göstərdiyinə görə qadınını təbrik edən kişilərə yazıqlar olsun. Allah Subhanahu taala bizi hidayət etsin, dəyərli müsəlmanlar. Bu bir müsəlman üçün ayıbdır, həqiqətən ayıbdır. Hətta biz bu barədə bir söz sahibi olub, hətta dövlətimizdə belə çalışmalıyıq ki, bunu bayram olaraq qadınlarımızın üzərindən götürək bu rüsvayçılığı. Bu bir möminə qadının bayramı deyil, əksinə bir möminə qadın üçün fəlakət günüdür. والعلم عند الله تعالى وآخر دعوانا أن الحمد لله رب العالمين والسلام عليكم ورحمة الله وبركاته.